hər hansı bir cəmaata və yaxud da təriqətə və yaxud da hansısa bir irqə, milliyyətə olan təəssübkeşlik də radikallığın səbəbləri ola bilər. Çünki biz radikallıqdan danışırıqsa təbii ki, ümumən dini radikallıqdan danışırıq, lakin bunun irqi radikallıq bir forması təzahürləri də var. Məsələn, kimsə hansısa millət təəssübkeşliyi edir və yaxud da nasizm, irqçilik, millətçilik edərək özünü başqa millətlərdən üstün görür, başqa millətləri aşağılayır ki, bu da radikallığın bir növüdür əslində. Yəni, təbii ki, tarixdə dini müharibələr, qeyri-dini müharibələr olduğu kimi, həmçinin irqçilik üzərində olmuş müharibələr də olub. Nə qədər milyonlarla insanlar, minlərlə insanlar qırılıb, nasist təfəkkürü, irqçilik, milliyyətçilik təfəkkürü, bunların hər biri radikalizmdir. Ona görə söhbətin əvvəlində verdiyim bir atanın 5 övladı və onların müxtəlif olması elə belə deyil. Hətta biz bu radikalizm mövzusunu təkcə dinə bağlamayaq və bilək ki, dindarlar arasında, qeyri-dindarlar arasında bu radikallıq və bunun müxtəlif təzahür formaları mövcuddur. Necə ki, biz hansısa bir aqressiv insanı dindar olmadığı halda, hansısa bir aqressiv insanın hərəkətlərini görüb, biz ona müəyyən hərəkət və sözlərinə görə radikal insan olaraq onu çox rahat bir şəkildə vəsfləndirə bilirik. Bəli.